Gəlin baxaq Migros'un Ramazan paketində nələr var. Əslində burada içində nələrin olduğu yazılıb, amma baxmayın, sürpriz olsun. 2 ədəd mutlu makaronu. 1 ədəd torku şəkər tozu. O partdasa bütün ev getdi də, tostlanan səhərə kimi işləməlidir. Dadını hər nə qədər sevməsəm də 2 ədəd Knorrun hazır çorbası. 1 ədəd komili günəbaxan yağı. Bunu atsam... Hoş geldin. Bir dənə spagetti. Ne oluyor lan? Bir dənə bulgur. Billur nə də? Niyə adı billurdu? Bir dənə billur duz. Bir dənə yarısı yolda gələrkən tökülmüş düyü. Bunu atsam axşama plov. Oba! Bir dənə tomat. Tomat görən kasıb tələbə. Tomatımız yox idi evdə. Təşəkkürlər Migros. Bir dənə un. Böyle partladıram. Hər yer un olur. Bir dənə Efor markasına ait, adını 2 dəfə dəyişdirəm, çay. Heç biri Azərçaya çatanmaz. Berqaya çatanmaz. Çempiona çatanmaz. Beta T-yə çatanmaz. Hə bir də bayaqçı düyü yolda tökülmüş. Hamısı buradaymış. Ben yine geldim ay Burak'tan. İçindəkilər də buradadır və hamısı düyülər artıq yerdədir. Video bu qədər idi. Allah tutduğunuz oruçları qəbul eləsin.